9 Mart buraxış imtahanının deyərdim ki, ən çətin 2 sualından biri. Digəri qarışıqda biraz fonetika sualı ola bilərdi, elə yuxarıdakı sual. Səhifəniz deyin, bismillah getdi. Nümunələrin hər ikisinə aid, görürsən 2 dənə nümunə verib, hər ikisinə aid düzgün fikir yəni tapmalısan. Nitq hissəsi ilə ifadə olunmuş həmcins üzvlər işlənmişdi. Nitq hissəsində ifadə olunmuş. Bax, gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Bax, nə gəncliyim, şərəfim, müqəddəratım. Nitq hissəsində ifadə olunmuş mübtədalardır. Təzədən keçirəm aşağı. Qayıt yerinə qoy. Nə et? Qayıt yerinə qoy. Deməli, həmcins xəbərlər. Ayı, günəşi. Bax, burada da var. Ayı, günəşi. Nə var burada? Nitq hissəsində ifadə olunmuş həmcins üzvlər. Bunlar da nitq hissəsində ifadə olunmuş həmcins üzvlərdir. Bir düzdür. İkisinə də aid daha. 2. Baş üzvlərdən birinin həmcinsliyi var. Birdə mübtədaların həmcinsliyi var. İkincidə isə xəbərlərin. İkisi də baş üzv olduğu üçün ikini də götürürük, biri də götürürük. Sonra 3. Həmcins üzvlər uzlaşma əlaqəsinin əsas tərəfidir. İkinci cümlədə uzlaşma əlaqəsinin əsas tərəfi olmaq üçün orada mübtədə və xəbərin olması lazım. Birdə mübtədə və xəbər var. İkinci cümlədə isə mübtədə və xəbər yoxdur. Yəni ikinci cümlədə mübtədə yoxdur, xəbər var, mübtədə yoxdur. Qayıt yerinə qoy, qayıt qoy, nə ay günəş. Bunlar nədir? Qayıt gözüm nuru, könlüm adı. Bunlar xitabdır. Ona görə bunu götürməyəcəyik. Bunlar xitab olduğu üçün götürmürük. Həmcins üzvlər arasında uzlaşma əlaqəsi əsas tərəfdə, yəni həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdə. Amma burada ikinci həmcins üzvlər xəbərdə axı. Qayıt qoy. Düzdür? Bunlar xəbərdə uzlaşma əlaqəsində əsas tərəf olmur. Uzlaşmada əsas tərəf ancaq mübtədə olur. Yalnız birinci cümlədə mübtədə olduğu üçün bu fikir səhvdir. 4. Nümunələrin yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcinsdir, yalnız birinə aiddir. Gəncliyim, şərəfim, müqəddəratım. Bax, ikinciyə baxın. Burada yalnız mübtədə həmcinsdir. Bu da deyir ki, birinə aid olsun. İkinciyə baxırıq. Qayıt yerinə qoy. Qayıt xəbərlər həmcinsdir. Eyni zamanda ayı, günəşi tamamlıqlar həmcinsdir. İki fərqli cümlə üzvü həmcinsdir. Bəli. İkinci bu bir, bu da iki. İkinci cümlə üçün doğrudur. Bu da deyir yalnız birinə, bəli, yalnız ikincisinə uyğundur. Ona görə 4-ü də götürür. 1, 2, 4. Uyğun gəlir. Həmcins mübtədaların ifadə vasitəsi, söz birləşməsi. Həmcins mübtədalar və bunlardır. Bunun da ifadə vasitəsi, söz birləşməsi deyil, nitq hissəsi. Ona görə bu fikir ümumiyyətlə heç birinə aid deyil. Aşağıda mübtəda yoxdur. 6. Həmcins tamamlıqlar işlənib. Bəli, yalnız ikinci cümlədə həmcins tamamlıqlar işlənib. Ayı, günəşi, nəyi? Belə. 1, 2, 4, 6 düzgün cavabımızdır. Deyərdim, ən çətin sual hesab oluna bilərdi. Və blokda Allah qorusun necə düşəcək? Biraz çox suallar bu sualda. Bu qədər uşaqlar. Blok sürət qruplarımız üçün 055 597 01 51 nömrəmizə yaza bilərsiniz.